Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəkildə həyata keçirilməsi məqsədi ilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanlarının satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bu barədə ARB 24-də Qida Təhlükəsizliyi Agentliyi ilə məlumat verilib. Qeyd olunub ki, bunlardan 70-də həm kəsim, həm satış, 29-unda qurbanlıq heyvanlarının yalnız satışı, 27-sində isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Qurban bayramı günlərində qurbanlıq heyvanların sağlam, təhlükəsiz və həmçinin rahat şəkildə həm satışının, həm də kəsimin həyata keçirilməsi üçün agentlik tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Onu qeyd edim ki, bu il Qurban bayramı günlərində 126 ünvanda xidmətlər göstəriləcək. Qeyd olunan ünvanların hər biri agentliyin rəsmi saytında afsa.gov.az saytında əks olunub və vətəndaşlar həmin sayta daxil olmaqla bu ünvanlarla tanış ola bilərlər. Bu illərdə, ötən illərdə olduğu kimi işğaldan azad olmuş ərazilərdə səyyar tipli heyvan kəsim çadırları fəaliyyət göstərəcək və bunlardan mən qeyd etmək istəyirəm ki, Cəbrayıl rayonunda, Şuşada, Zəngilanda və Ağdərədə müvafiq olaraq bu kəsim çadırları vətəndaşlarımızın xidmətində olacaq. Təbii ki, kəsim məntəqələrinin hər birində baytarlıq nəzarəti həyata keçiriləcək. Belə bu xəbər